Çəkilin, çəkilin, atağız gəlir. Elə bilirsiniz ki, axmaq idi bunu deyən qadınlar. Onlar evdə lider formalaşdırırlar. Uşaqların tərbiyəsi üçün də önəmli bir zəmin hazırlayırlar. Yeməkdə toyuğun budunu ərinin qabağına qoyurdu. Doğru idi. Çox doğru idi. Bizim ailə tərbiyəmiz hamısı birdən pozuldu. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağa ala bilmirəm. Siz neyinirsiniz? Siz monster yetişdirmək istəyirsiniz bu uşaqda. Nəfsli varlıq deyə bu həmən monster olacaq. O dəqiqə biləcək ki, sizi necə manipulyasiya eləmək olar. Bir yaşı da olsa bunu hiss eləyir. Bütün nəfsli varlıqlar eynidir. İt, pişik, insan hamısı eynidirlər. Hiss eləyirsə ki, səni nə ilə manipulyasiya eləmək olar, həmən başlayır o strategiyanı işə salmağa. Bütün ailəni doluyur barmağına. Mən ağlayaram ha bu dəqiqə. Mənim istədiyimi eləməlisiniz. Nəfsli varlıqlara mütləq statusunu göstərməlisən. Və yalnız onda xoşbaxt olur. Siz təsəvvür edin ki, uşağın üstünə o qədər diqqət düşür ki, uşaq birdən deyir, həqiqətən də mən həyatın mənasıymışam. Amma bizim Kitab-ı Dədə Qorqudda nə tər deyilirdi? Sən sağ ol, atam sağ olsun. Mənim kimi bir dənə oğul tapılmaz mı olur? Bunu oğul deyir, yerini bilirdi çünki. Uşaqları həyatın mənası elədi. Uşaqlar bizim gələcəyimizdir. Sən yoxsansa, uşaqlar sənin heç nəyin. Evdə subordinasiya olmalıdır. Allah elə bunu açıq şəkildə deyir, həm Quranında, həm Bibliyasında, İncilində açıq şəkildə deyir, qadının yeri kişidən sonradır.